أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Öz xüsusi salamımı sizi hürmətli eşidənlərə və görənlərə təqdim edirəm. Allah təbarək və Teala'dan sizə uzun ömür, can sağlığı arzulayıram. İnşallah ki, İslam dinində sabit qədəm olağın. Allah inşallah hamımızın aqibət əmrini xətmi bi xeyr eləsin. Söhbətimiz İslam tarixinin haqqında gəlib təqribən buraya çatdı ki, dedik, Ali aleyhisselamın dilicə Ərəbistanın haqqında söhbət-i xidmətlərimizə keçən cələsələrdə mətləbləri dedik, söhbətləri elədik və söhbət bu qərara gəldi ki, İslamla qabaqki devranda yaşayan ərəblərin əksəriyyətinin dini butpərəstlik idi. Buta qulluq edirdilər. Əksəriyyətin Allahı butlar idi. Onların ümumi butlardan başqa bir ailəli butları da var idi. Yəni demək olar ki, ilin günlərinin qədəricə bunlar özlərinə but təşkil vermişdilər. Butların məhəlli ictiması o yeri ki, artıq o adlı sanlı butları oraya yığırdılar, Kəbə idi. Əlbəttə, bəzi butların məntəqələri, yerləri, məhəlli istiqrarları fərq edirdi. Butların bir neçəsinin adını saydıq keçən cələsələrdə. O cümlə onlardan birisi Mənat idi, Lat, Uzza, Hubəl. Bunlar o bütpərəst bir insanların məşhur və məruf bütləri idi. Ərəblərin öz evlərində də but var idi. Yəni butları təşkil eləmişdilər. Kəbədən başqa evlərində də but qərar vermişdilər və o butlara qulluq edirdilər. Müxtəlif formalarda butlar düzəltmişdilər, təşkil vermişdilər. Və hətta Məkkə cəmaatı o zaman İslam dinindən qabaq musafirətə gedəndə, səfər edəndə özləri ilə o butları həml edərdilər və aparardılar. Və hər hansı məntəqədə müstəqər olanda, orada qalanda butları orada qərar verirdilər və o butlara qulluq edirdilər. Dediyim kimi, bəzi bir butların adı Lat idi. Lat o cümlə butların adı idi ki, ona qulluq edirdilər. Latı bütlərin anası bilirdilər. Deyirdilər ki, bu Lat bütü bütün bütlərin anasıdır. Lat bütü bir dənə bir ağ daş idi ki, ona qulluq edirdilər. Və o cümlə butlardan birisi Mənat idi. Mənat deyirdilər ki, əcəlin Allahıdır. Necə məsələn birinin ömrü başa çatır, rəhmətə gedir,
dünyasını, hayatını değişir, ölür. O zaman da bir nefer öləndə deyirdiler bunun ölümünün sebebi Menat butudur. Ki Menat butu Mekke ile Medine'nin arasında bir mentekede karar vermiştiler. Her halda neyse diyebildik ki bunların bu cür muhtelif bütlerden pərəstiş etməkləri, qulluq etməkləri, o bütlərə iman gətirməkləri səbəb olmuşdu onların artıq ixtilaflarına, müxtəlif bütlərdən ibadət etmək səbəb olmuşdu ki, mürəttəb bunların arasında ixtilaf ola, ixtilaf-ı səliqə, ixtilaf-ı fikr, ixtilaf-ı əqidə və vaxtı ki, ixtilaf oldu, bu qəbilənin sözü o qəbiləyə xoş gəlmirdi, o qəbilənin sözü bu qəbiləyə xoş gəlmirdi, nəhayətən müncərr olurdu, böyük bir müharibələrə, döyüşmələrə, toqquşmalara ki, demək olar, ilin əksəri günlərini, aylarını elə bu vəziyyətinə başa çatdırırdılar, müharibə edirdilər və narahatçılıq öz aralarında bərpa olurdu və elə bu vəziyyətlə başa çatdırırdılar. Hər halda vaxtı ki, insanın arasında ixtilaf oldu və ixtilaflar səbəbi müharibə oldu, müsəlləmdir ki, müharibənin nəticəsi xisarətdir. Xisarət maddi, çoxlu maddi xisarətlər onlara varid olurdu. Bu ixtilafların nəticəsində, bu toqquşmaların və bu müharibələrin nəticəsində çoxlu xisarətlər və çoxlu mənəvi bir xisarətlər onlara mütəvəccüh olurdu. Burada biz istəyirik bu nüktəni ərz eləyək ki, qadın xələyağının, qız xələyağının, qadın tayfasının mövqiyyəti, vəziyyəti nə təhridir? İslamdan qabaqdakı o devranda yaşayan ərəblərin arasında, o zaman o cür ərəblər, o ərəblər cahili bir ərəblər nə təhər baxırdılar qadına, qıza? İslamdan qabaq ən pis bir adət ki, onların içində var idi və əksəriyyəti o adətə mütəqid idilər və o adətə və o ənənə demək olar əməl edirdilər və İslam onu çox böyük, pis bir əməl bilir. O ibarət idi bundan ki, onlar o zaman öz vaxtlarında qadına çox pis gözlə baxırdılar, onu çox alçaq və əskih bir mövcud sayırdılar. Ona görə də bu işə əl atıb və onları diri-diri öldürürdülər. Qur'an gəlir sərahətən bunların bu nahəq, batil ədədlərini, işlərini, xasiyyətlərini məhkum edir və onlardan bu işin səbəbini və illətini soruşur ki, Qur'an buyurur وَإِذَا الْمَوْعُودَةُ سُئِلَتْ Sabahların qiyamət günü elə ki, qiyamət bərpa oldu, sizlərdən sual eləyəcəklər, ey bu qız uşaqların qatili, ey o kəsləri ki, bu məsum balaları, bu tifliləri, bu uşaqları diri-diri aparıb torpaq altında bastırdınız. Aya bu işin səbəbi nə idi? Bu qətlin, bu qan töhməğin, bu cinayətin, bu böyük bir xiyanətin səbəbi nə idir? Nəyə görə? Hansı illətə görə, hansı səbəbə görə siz bu uşaqları, qız uşaqlarını diri-diri topraq altında bastırırdınız? İllət nə idi? Səbəb nə idi? Aya bu uşaqların günahı nə idi? Bu iş nəyə səbəb təhəqqüq tapırdı və siz bu işə, bu cinayətə, bu xiyanətə əl atırdınız? Ümumiyyətdə o zamanın ərəbləri
qadın xələyağına, qadın tayfasına çox əskik bir gözlə baxırdılar. İndi mümkündür sizin zehninizə bu sual gələ. Ağa, bunlar ki bu qızları öldürməyə əl atırdılar və bu işə görə qədəm götürürdülər, bunun illəti nədir? Nəyə görə devranı cahiliyyətdə yaşayan ərəblər qızlarını diri-diri aparıb topraq altında bastırırdılar? Bunun səbəbləri nə idi? Əlbəttə buna tarix kitablarına ki biz müraciə edirik, baxırıq, görürük bir neçə dənə səbəb və illət yazıblar. Demək olar onlar bu neçə səbəbə görə bu böyük cinayətə əl atırdılar və bu işləri görürdülər. O cümlə işlərdən birisi ki özlərinə dəlil və illət sayırlar ki biz bu işi bu illətə görə görürdük, o buydu ki dediyim kimi onların arasında ixtilaf çox idi, döyüş çox idi, qəbilələrin arasında əksər aylarda müharibə gedirdi, döyüş gedirdi, toqquşma gedirdi. Bunlar bir-birinə müharibə edirdilər. Müsəlləmdir, qadın xələyağın müharibədə elə bir əli yoxdur, imkanı yoxdur, eləyə bilə öz qəbiləsindən difa eləyə. Məmulən qəbilədən difa eləyən bir insanlar onların cavanları və ya kişiləri idi. Qadın xələyağı qız qisməti elə bir müdafiə eləyə bilmirdi öz qəbiləsindən. Və nəhayətən əgər bir qəbilə bir ayrı qəbiləyə zor gəlirdi, baxırdın ki o qələbə çalmaq cəhətində ki öz müqabiləndə olan qəbiləyə qələbə çalırdı, onlardan bir dəsini bəzən əsir tuturdular. Çox vaxt o ələ gələn əsirlərin bəzisi qız uşağı olurdu, qadın xələyaq olurdu, qız uşaqlar olurdu. Və nəticətən bu qızları aparırdılar özləri ilə və çox vaxt o qızlarla izdivac edirdilər, onlarla yaxınlıq edirdilər, izdivac edirdilər və nəticətən o uşaqlar, o qız uşaqları evlad sahibi olurdular o qəbilərin kişilərindən. Ona görə bu qız sahibləri, qızın atası əgər gedirdi o qəbilədən qızını istəyə ki mənim qızımı verin, ya qızı vermirdilər və ya əgər versəydilər də görürdün ki daha qız istəmir o qəbilədən ayrı düşə, çünki uşaq sahibi olubdu. Bir nəfər kişi o qızla izdivac eləyib, uşaq dünyaya gətirib, liza qız hazır olmurdu gələ öz qəbiləsinə, öz atasının evinə. Ona görə bəzi bir insanlara bu məsələ çox ağır gəlirdi ki, nə yaxşı sən gəlmirsən. Odur ki, bir illətin birisi, yəni böyük illətlərdən birisi ki, onlar özlərinə bunu dəlil qərar verirdilər, buydu ki, deyirdilər, daha biz bundan bu yana özümüzlə, öz butlarımızın arasında əhd-ü peyman bağlarıq ki, bundan bu yana nə mənə qız uşağı bizə gəlsə, Allah bizə qız uşağı versə, qız uşağımız olsa, bunları diri-diri aparıb topraq altında bastırağın. O cümlə, o şəxslərdən birisi ki, belə bir fikrə gəldi və istədi, qız uşaqlarını ondan o yana daha topraq altında bastıra və diri-diri öldür aradan aparam, Qeys ibn Asim'dir. Ki Qeys ibn Asim çox qəsiyyül qəlb, əcib bir insan idi ki, 12-13 qızını öz əli ilə aparıb, çöldə toprağın altında diri-diri öldürüb və topraq altında bastırdı. Hədisdə vardı ki, Qeys ibn Asim Peyğəmbərin xidmətindədir. Peyğəmbərin xidmətində bir nəfər sahabədən var. O sahabə Rəsul-i Xuda sallallahu aleyhi və alihi və səlləmdən soruşur. Əlbəttə o sahabə Peyğəmbərin xidmətində
bu Qeys ibn Asim'dən soruşur. Qeys Asim oğlundan soruşur. Deyir ki, ey Qeys, sən nə cür rəftar elədin, nə cür geçindin öz qızları ilə? Qeys deyir ki, həqiqət-i qəziyyə budur ki, mən bütün qızlarımı 11, 12, 13 qızımı hamısını öz əlimlə topraq altında bastırdım və onları öldürüb aradan apardım və heç mənim ürəyimdə bir təəssür yaranmadı. Onların ölümündə mən heç narahat olmadım. İlla ki bir dənə bir qızımı bastıranda orada mən narahat oldum. O da o vaxt idi ki qızımın dünyaya gəlməsinə 1-2 ay qalırdı ki mənə bir səfər üz verdi, bir səfər qabağa gəldi. Mən o səfəri başladım, səfərə getdim. Səfərim çox tul çəkdi, uzun oldu. Neçə vaxtdan sonra ki mən səfərdən qayıtdım, qayıdandan sonra əyalımdan, yoldaşımdan soruşdum ki, mənim o uşağımdan nə xəbər ki, sən o uşağa hamilə idin, aya dünyaya gəldi ya xeyr? Onun həyat yoldaşı deyir, bəli, dünyaya gəldi, amma ölü dünyaya gəldi. Əlbəttə bu xanım o ərindən, yoldaşından qorxdu, belə dedi. Vaqiyyətdə qız ölməmişdi. Qız dünyaya gələndən sonra qadın çün yoldaşının xəsiyyətini bilirmiş ki, əgər bilsəydi qız uşaq olub və diridi, hökmən gedib onu öldürəcəkmiş. O idi ki, qız uşağı dünyaya gələndən sonra deyir, mən bunu apardım, verdim bu qızın xalalarına, xalasına, başqa bir evdə. Xalası bunu neçə müddət, neçə illər saxlayır. 5 il, 6 il, bilməm neçə il ki, qız yetişir 7-8 yaşına, gözəl göçək bir qız. Günlərin bir günündə ki, bu Qeys ibn Asim ki, öz evində oturmuşdu, birdən görür ki, bəli, bir gözəl göçək, böyük bir qız 7-8 yaşında təxminən evə varid oldu, daxil oldu. Öz yoldaşından, əyalından soruşur ki, bu qız uşağı kimdir? Deyir, bu qız uşağı həqiqətən həman sənin qızındır ki, mən ona hamilə idim, sən səfərə getdin. Bu həman qızdır. Deyir, elə ki, yoldaşım elan elədi, bu həman qızdır. Mən heç bir əksül əməl nişan vermədim, heç bir hərəkət özümdən göstərmədim ki, mən bu qəziyyəyə narahatam. Deyir, səbr elədim, günləri geçdi, fürsət dalıscaydım, bir fürsət gələ əlimə ki, aparam, bunu da öldürəm. Günlərin bir günündə deyir, gördüm, yoldaşım evdə deyil, mənəm və bu qızım. Deyir, yapışdım qızımın əlindən, apardım bir uzaq çölə, getdim şəhərdən çıxdım bayıra, kənara. Qızım deyir, baba, nə yaxşı sən məni gətiribsən buraya, ata işin nədir, nə inirsən? Deyir, mənim qızım gördü ki, mən məşğulam bir qəbir qazmağa. Deyir, qız uşağı çox təəccüb elədi ki, mənim atam bu qəbri niyə qazır, nəyə qazır, niyə bu işi görür? Deyir, qəbri qazdım, o miqdarı ki, əgər bu qız uşağı düşsə oraya daha çıxa bilməyə. Deyir, qazandan sonra yapışdım bu qız uşağının əlindən və saldım o qəbrin içinə. Hey torpağı tökürdüm başına. Bu qız uşağım deyir, çığırırdı, bağırırdı, narahat olurdu ki, ata bu nə işdir, niyə belə bu işi görürsən? Deyir, mən onun səsinə, naləsinə, çığırmağına, narahatçılığına heç bir əsəri, tərtibi qail olmadım. Torpaqları tökdüm, diri-diri bastırdım. Orada deyirdi ki, ata, sən mənlə gəldin bu çölə, indi qayıdəndə tək qayıdacaqsən. Qayıtdın, anama nə deyəcəksən? Anama sözün nədir? Deyir, buradaydı ki, mən çox mütəəssir oldum və bu qəziyyəyə narahat oldum. Bu cür bir şəxs ki, bir qəbilənin böyücüydü, o hadisələrdən bu yana bu işlərə əncam verdi və bütün qızların öz əli ilə baslardı.